qəhrəman döyüşçü Eldəniz Rüstəmovun doğum günü münasibətilə. Bugün 1-ci Qarabağ müharibəsinin qəhrəman şəhidi Vilayət Rüstəmovun bizlərə əmanəti, Göyçay Şəhid Ailələri Qayğı Cəmiyyətinin sədri Eldəniz Rüstəmovun doğum günüdür. Eldəniz Rüstəmov ömrünün ən gənc və mənalı illərini Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrində şərəfli xidmətlə keçirərək vətənə sədaqət nümunəsi göstərib. O, döyüş meydanlarında cəsarəti, vətənpərvərliyi və peşəkarlığı ilə seçilmiş, bugünkü qələbəmizdə özünə məxsus payı olan igidlərimizdəndir. Vətən müharibəsindən sonra da Eldəniz Rüstəmov fəaliyyətini eyni ruhla davam etdirib. Artıq 5 ildir ki, o Göyçay Şəhid Ailələri Qayğı Cəmiyyətinin sədri kimi çalışaraq Göyçaylı şəhid ailələrinin bir yumruq kimi birləşməsində, onların qayğı və ehtiyaclarının diqqət mərkəzində saxlanılmasında böyük əmək sərf edib. Bu gün də o, ölkəmizi qarış-qarış gəzərək şəhidlərimizin məzarlarını və ailələrini ziyarət edir, onların ruhuna və xatirəsinə sonsuz hörmətlə yanaşır. Bütün bu fədakarlıq və vətən sevgisi şübhəsiz ki, atası vətən uğrunda canını fəda etmiş şəhid Vilayət Rüstəmovdan miras qalıb. Biz də Göyçay naminə olaraq vətənin bizlərə əmanəti olan qəhrəman döyüşçü Eldəniz Rüstəmovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayırıq.